Mən uşaqlıqdan kart həvəskarı idim. Kart oynayırdım. Toy axşamlarında belə qapalı yerlərdə oynayırdıq. Prosta biraz qorxu var idi da polisdən zatdan ki, gəlib tutmasınlar. Bir dostum var idi, pinap oynayırdı. O pinapı mənə rəva gördü ki, yəni pinapda uduş var. Biz nə bilim həftədə 2000-3000 pul qazanırıq. Öyle 100 manat götürdüm, işin pulundan attım qumara, həmin pinapdakı oyuna. 27 manatdan 1000 manata vurdu, 27.000 pul qazandım. İnan sevincimin həddi hududu yox idi da. Yəni elə bilirdim ki, hər şey mənimdir. Daha işləməyə ehtiyac yoxdur, bu qədər əziyyət çəkməyə ehtiyac yoxdur. Elə bu pulun arxası kəsilməyəcək. Pulu çıxartdım kartda, getdik şeyə, Nabrana dostumla. Nabranda nəmin o pulun başına daş qoyduq, qayıtdıq, gəldik. Elə başladım işdəki pulları, qazancımın hamısını qumara, yavaş-yavaş uduzdum. Arada verirdi, 1000 verirdi, 1500 verirdi. Onu qoyduğum qədər vermirdi də, qoyduğumdan dəfələrlə az verirdi. Başladım o qumarın asıllığına, düşdüm onun dalınca. Vaxt keçdi, işdəki bütün aparatları satdım, borc elədim. Qohumdan, əqrabadan, dostlardan, tanışlardan, kimin ki yanında yəni sözüm keçərli idi. Hamısından 5000, 10000, 15000 pul qoya uduzdum. 21.000 almışdım, 17.500 manata satdım. 7.500 manata təzədən bir dənə Opel aldım. Qalan pulu qoydum, onu da uduzdum. Yəni bankdan sonuncu dəfə pul tapa bilmədim. Yəni heç kim pul vermirdi. Bilirdilər ki, yəni pul axar gedir daha pul tapılmır. Yəni mən pul saxlaya bilmirdim. Ev mənim adıma idi. Getdim zalog qoydum 35.000 evi. Onu bir gecədə uduzdum qardaşım. Dedim yəqin borcları da çünki borc dirəmişdi, qapıya gəlirdilər. Çıxardım pulları, qaytarım zamanda. Məcbur getdim evdəkiləri açdım, dedim ki, bəs evi qoymuşam zalog lambarda, uduzmuşam. Evdəkilər bacım gizzat açışdılar, düzdülər, qoşdular, evi çıxartdılar lambarddan. Sonuncu dəfə onların yanında tövbə elədim, and istim ki, eləməyəcəm. Gəlin də şeytan Allah'da, həmən evi getdim 42.000-ə təzədən zalog qoydum. O da bir gün çəkmədi, qardaşım 42.000-i də uduzdum. Bir yaxın qardaşım var idi, inanın etibarı var idi mənə. Özü Türkiyədə idi. Ailəsi üçün 15.000 pul göndərdi Western Union'dan adıma ki, bəs bir vaxt deyəcəm, o vaxta çatdırarsan bizimkiləri. O bilmirdi ki, mən qumarda yəni hər şeyimi uduzmuşam. Şeytan Allah'dı mənə qardaşım, cəmaatın əmanətli pulunu götürdüm. 13.500 bir saatın içində uduzdum. Çıxılmaz variant idi qardaşım. Reabilitasiyaya üz vurdum da qardaşım. Gəldim reabilitasiyadakı basılıq mənim canımdan çıxsın. Dəhşətli dərəcədə, yəni bu çətindir. Narkomaniyadan gələn də qurtarmaq olur hardasa, amma bu qumar asıllığından qurtarmaq olmur. Çünki telefon əlindədir, hər an oyuna qayıda bilərsən. Yəni mən bugünkü gündə çox əzab çəkirəm. Mənim hər şeyim əlimdən çıxdı. Hətta bu son burada gəlib çıxmasaydım, inanıram ki, mənim ailəm də bu qumara görə dağlardı. Yəni ehtiyatlı olun qardaşım, diqqətli olsun bütün valideynlər.